Tənəffüs hərəkətləri və qazlar mübadiləsi mövzusunu izah edirəm. Diqqətlə qulaq asın. İnsan orqanizmi ilə xarici mühit arasında gedən qazlar mübadiləsinə tənəffüs deyildi. Tənəffüs hərəkətləri sayəsində oksigen qazını qəbul edib, karbon qazını isə xaric edirik. Bunlar bir-birini əvəz edirlər və əvəz etmə, nəfəs alma və nəfəs vermə aktlarından ibarətdir. Ağciyərlərin ventilyasiyası və qazlar mübadiləsi elə nəfəs alma və nəfəs vermə zamanı baş verir. Ağciyərlərdə yumşaq elastiki toxumadan təşkil olunmuşdur ağciyərlər və proseslərin baş verməsini, həmən o yumşaq elastiki olması ağciyərlərdə qazlar mübadiləsini asanlaşdırır. Ağciyərlər döş qəfəsində yerləşir və döş qəfəsi, yəni qabırğalar onu xarici təsirlərdən qoruyur. Və ümumiyyətlə insan nəfəs alanda və nəfəs verəndə, nəfəs aldıqda oksigen qazı daxil olur, nəfəs verdikcə isə karbon qazı neyəcək? Xaric olacaq. İnsanda 1 dəqiqə ərzində insan 16 tənəffüs hərəkəti edir və bu tənəffüs hərəkəti zamanı qazlar daxil və xaric olur. Ümumiyyətlə 16 tənəffüs hərəkəti nə deməkdir? 16 tənəffüs hərəkəti, yəni bir tənəffüs hərəkətinə nəfəs alma və nəfəs vermə aktları aiddir. Yəni 16 tənəffüs hərəkəti 32 aktdan ibarətdir. 32 akt nə deməkdir? Yəni nəfəs alma və nəfəs vermə. Hər tənəffüs hərəkəti nəfəs alma, nəfəs vermədən ibarət olduğu üçün cəmi 32 tənəffüs aktı deyə bilərik. Tənəffüs hərəkətlərinə baxsaq, ağciyərlərin əzələsi yoxdur və onlarda yığılıb boşalma prosesləri olmur. Ona görə də ağciyərlərin həcmini təyin edən qabırğaarası əzələlər və diafraqmadır ki, onların ritmik yığılması sayəsində tənəffüs hərəkətləri baş verir. Tənəffüs hərəkətlərini baş beyin kötüyündə tənəffüs mərkəzi tənzim edir ki, bu tənəffüs mərkəzi elə uzunsov beyində yerləşir. Tənəffüs mərkəzi reflektor olaraq tənzimlənir. Reflektor və humoral yolla tənzimlənir. Baxsaq burada nəfəs alma zamanı nə olacaq? Nəfəs alma zamanı qabırğa arası əzələlər və diafraqma əzələləri yığılacaq və nəticədə döş qəfəsi genişlənəcək. Bu zaman döş boşluğunda təzyiq aşağı düşür və ağciyərlərə hava daxil olur. Bu nəfəs vermədir. Nəfəs almada isə qabırğa arası və diafraqma əzələləri boşalacaq, döş qəfəsi sıxılacaq və bu zaman döş boşluğunda təzyiq artacaq ki, hava xaricə çıxsın. Bunu biz şar vasitəsilə təcrübə apara bilərik. Şar vasitəsilə təcrübə apardıqda, yəni aşağı hissədən rezini dartanda bu diafraqmanın genişlənməsinə, şarların dolmasına səbəb olacaq. Ancaq aşağıdakı şarı yuxarıya doğru sıxdıqda isə, daha doğrusu rezini yuxarıya doğru sıxdıqda isə deməli orada təzyiq artacaq, şardakı hava xaricə çıxacaq. Və burada ağciyərlərə daxil olan atmosfer havasının tərkibindəki qazların faizi verilmişdir. Oksigen qazı 21%dir, 78% azot, 0,3 karbon qazı. Nəfəs verdiyimiz havanın tərkibində isə oksigen 16%dir, karbon qazı 4, azot isə 78% olur. Yəni azotun faizi dəyişmir. Həmçinin aldığımız və verdiyimiz havanın tərkibində digər qazlar da var ki, məsələn təsirsiz qazlar 1%dir. O cümlədən su buxarı da vardır. Nəfəs alma və nəfəs vermə zamanı oksigen və karbon qazının mübadiləsi ağciyərlərdə, alveollarda baş verir. Alveolların hər biri qan kapillyarları ilə əhatə olunmuş qovuqcuqlardan təşkil olunmuşdur və hər bir ağciyərdə 300 milyondan çox, təxmini desə 350 milyon alveol olur və onların hər biri bir qatlı epiteldən təşkil olunmuşdur.
epiteli hüceyrələrin ifraz etdiyi bioloji fəal maddələr alveolun daxili səthini örtür və bu örtük təbəqəsi qovuqcuqların daim eyni həcmdə saxlamaqla bərabər, həm də qovuqcuqlara daxil olan mikroorqanizmləri zərərsizləşdirir. Alveollarda həmişə hava olur müəyyən miqdarda. O hava deməli qalıq havadır. Uşaq doğularkən, dünyaya gələrkən o ilk dəfə ağciyərə hava daxil olur, amma o hava qismən hər dəfə dəyişir. Bu hava qalıq hava adlanır və qalıq hava ağciyərləri müəyyən həcmdə saxlayır. Yəni 1000 kub santimetr olur və müəyyən həcmdə saxlayır və ümumiyyətlə deməli orta yaşlı insanda ağciyərlərin tutumu 4 litr, 6 litr arasında dəyişir. Bu isə kub santimetrlə ölçsək 4000-6000 kub santimetr olur və hər bir insanın deməli ölçüsündən, çəkisindən, cinsindən asılı olaraq, sağlamlıq vəziyyətinə asılı olaraq onun ağciyərin həcmi, hava tutumu da dəyişə bilər. Ümumiyyətlə insanın dəyişən hava, məsələn, gündəlik normal nəfəs alma zamanı deməli nə qədər hava daxil olur? 500 kub santimetr. Dərindən nəfəs alan zaman isə əlavə hava daxil olur. Yəni bu 500 kub santimetr hava dəyişən havadır, tənəffüs havasıdır. Normalda yavaş nəfəs alanda 500 kub santimetr hava daxil olur və xaric olur. Amma dərindən nəfəs aldıqda isə 1500 kub santimetr hava daxil olur ki, bu əlavə havadır. Dərindən nəfəs verəndə yenidən bu 500, 1500 və ehtiyat havanı da biz 1500-də deməli vermiş oluruq. Qalıq hava isə 1000 kub santimetrdir. Ağciyərlərin həyat tutumuna gəldikdə, həyat tutumu 3500 hesab olunur. Ağciyərin öz tutumu isə demişdim, burada 4000-6000 arası verilmişdir. Və ümumiyyətlə deməli, burada baxsaq, maksimum nəfəs verdikdən sonra ağciyərlərdə qalan hava qalıq hava adlanır ki, qalıq havanın həcmi 1200 kub santimetrdir. Ağciyərlərin hava tutumunu ölçmək üçün spirometr adlanan xüsusi cihazdan istifadə olunur. İnsanın dərindən nəfəs aldıqdan sonra xaric etdiyi hava 4500 kub santimetrdir. Ağciyərlərin həyat tutumu adlanır. Və qazların faizinə baxsaq, biz qazlar məsələn demişdik ki, havada 21% oksigendir, 16%, məsələn, uduruq havadakı 21% oksigeni, xaric edirik 16% oksigen. Yəni burada 21-dən 16 çıxanda qana 5% oksigen keçmiş olacaq. Yəni ki, bu 500-ün normal udduğumuz hava 500-ün, dəyişən hava 500-ün 5%-ni tapanda 25 kub santimetr oksigen qana keçəcək. Nə qədər karbon, bəs deməli, qana keçər, karbonu da tapanda hardasa 4%-ni, 500-ün 4%-ni daha doğrusu 0,3%-i qana keçəcək də. 0,3-ünü tapsaq, o deyəcək 0,15 kub santimetr. Xarici olan havadakı karbon qazı miqdarı 4% idi. O da 500 kubun 504-ə vurub 100-ə bölsək, yenidən burada isə 20 kub santimetr karbon qazı xaricə verilir. Və bu isə olacaq qana keçən və xaric olan oksigen və karbon qazının miqdarı. Dəyişən havadakı oksigen və karbon qazının miqdarı dəyişən havada 500 kub santimetr oldu. Bu da belə.